Bu yaxınlarda məscidə gedərkən yol kənarında dayanacaqda durmuş bir nəfər götürdüm. Tanımırdım. Amma təxmini bilirdim ki, o da məscidə gedir. Nəysə, yolda buna bir-iki şey sordum və sonra əsnasında hiss etdim ki, bu suallarıma gec cavab verir. Dedim, qardaş, niyə gec cavab verirsən mənim suallarıma? Mən söz soruşuram, sən dayanırsan, sonra cavab verirsən. Mənə dedi ki, mən ağır eşidirəm, qardaş. Dedim, niyə, nə ilə bağlıdır? Dedi ki, mən 14 ildir dializ xəstəsiyəm. Bunu da qeyd edeyim, hardasa 30-31 yaşı var o qardaşın. Dedi, 14 ildir dializ xəstəsiyəm. Mən 14 ildir ki, həftədə 3 dəfə dializə gedirəm. Subhanallah. Və qulaqlarımın ağır eşitməsi mənə dedi ki, bu səbəbdəndir. Get-gedə təsir edir səhhətimə. İnanın, onun yanında özümü gücünə saxladım. Dəlicəsinə bir hönkürərək ağlamaq istədim. Ona bürüzə vermədim. Amma həqiqətən içimdən bir ağlamaq keçdi. Mənim özümün də sıxıntılarım oldu, ağır şeylər yaşadım. Amma Allah həmd olsun, o qardaşı görəndən sonra təsəvvür edin ki, mən öz-özümə dedim ki, ey Həsən, nə oldu? Sən də deyirsən dərdim var, sən də deyirsən sıxıntın var. Adam bədənindəki artıqları atmaq üçün həftədə 3 dəfə saatlarla gedir aparata bağlanır və bu 14 ildə davam edir. Əslində mən bu cür şeyləri Allahın mənə yardımı kimi qəbul edirəm. Mənim sıxıntılarım, çəkdiyim o sıxıntılar pis bir nöqtəyə gələndə Allah belə şeyləri mənim qarşıma çıxardır və mən bunu Rəbbimin yardımı kimi götürürəm özümə. Çünki deyirəm ki, bunu Rəbbim mənim qarşıma çıxartdı ki, bax, gör, insanlar var ki, nə halda yaşayırlar, necə yaşayırlar. Amma o qardaş, inanın, o halına rağmen o qədər rahat idi. Hiss edirdin ki, o Rəbbindən çox razıdır da. Yəni, mən ona, Allah həmd olsun, Allah o qardaşa yardım etsin, onu dinində sabit eləsin. Mən ona bir növ həsəd apardım və özümə dərslər çıxartdım onun halından. O çox razı idi halından. Əksinə mənə təsəlli verməyə çalışırdı ki, hər şey keçicidir, bu dünya keçib gedəcək. Nə bilim, Allah həmd olsun və şükür olsun Allaha ki, Allah bizi müsəlman yaradıb. Allahım, sənə həmd olsun, ya Rabbi. Allahım, bizə göndərdiyin imtihanlarda sənin razı qalacağın halı ortaya qoymaq üçün bizə yardım et, ya Rabbi. Allahım, bizi öz halımıza buraxma, bizi nəfsimizə buraxma. Nəfsimizə qalsa biz həlak olacaq, ya Rabbi. Sən bizə yardım et, Allahım.